Prezident İlham Əliyev müqəddəs Ramazan ayının 11-ci günündə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşüb, ölkə başçısının müsəlman səfirləri ilə İslamla bağlı fikirlərini bölüşdüyü bildirilir. Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibəti ilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib. Görüş iştirakçılarını salamlayan prezident deyib ki, müsəlman ölkələri ilə əlaqələr xarici siyasətin prioritetlərindən biridir. Ölkə başçısı İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində işlərin sürətləndirilməsinin vacibliyini də vurğulayıb. Mən şadam ki, beynəlxalq arenada biz daima bir-birimizi dəstəkləyirik. Beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik. Xüsusilə BMT-də və BMT-də bir-birimizə göstərdiyimiz dəstək bizim mövqelərimizi gücləndirir və haqq, ədalət də bunu tələb edir. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin həlli işində müsəlman ölkələrinin BMT-də göstərdiyi dəstək bizi xüsusilə sevindirir. Azərbaycanın da öz növbəsində üzv olduğu bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrin maraqlarını müdafiə etdiyini deyən İlham Əliyev, beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlığın artırılmasına diqqət çəkib. O, həmçinin Avropanın bəzi ölkələrində İslamofobiyaya qarşı adekvat münasibət göstərilmədiyindən təəssüfləndiyini deyib. Biz öz tərəfimizdən çalışırıq ki, İslam mədəniyyəti, dini, tarixi haqqında Avropa ictimaiyyətini geniş şəkildə məlumatlandıraq. Göstərək ki, İslam sülh, mərhəmət dinidir. Prezident İlham Əliyev bildirib ki, yaxın 3 il ərzində Bakıda həm Avropa, həm də İslam həmrəyliyi oyunları keçiriləcək.